Hər vaxtınız xeyir. Natural ədədlər bölməsi natural ədədlərin sadə vuruqlara ayrılışı, ən böyük ortaq bölün, ən kiçik ortaq bölünən mövzusu. Birinci sual. A və B natural ədədləri birdən böyük qarşılıqlı sadə ədədlərdir. Əkob AB bölünsün əbob AB nisbətini tapın. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, əkobu hasilinə bərabərdir. Yəni bu ədədlər qarşılıqlı sadə ədədlərsə, onda əkob A vur B, əbob da 1 olmalıdır. Yəni cavab A böl A vur B. A variantı. 2. A ədədi B ədədinin natural böləni olarsa. A ədədi B ədədinin natural böləni o deməkdir ki, misal üçün, baxın belə düşünək, əkob, belə götürürəm. Məsələn, 4 və 8-dir. Yəni burada biri digərinə bölünür, düzdür? Yəni 4 8-ə bölünür. Ona görə də belə götürürük ki, burada kiçik əbobdur belə hallarda. Böyük əkobdur. Onda nə olacaq? Əkob çıxasın əbob deyir. Yəni hansına bölünür? A ədədi B ədədinin bölənidir. Yəni A böyükdür, ya kiçikdir, A B olacaq. Belə bu şəkildə yadınıza saxlayın, çaşmamaq üçün. Dedik ki, nə olacaq? B böyükdür, əkob B çıxılsın, A kiçikdir, əbob A, B çıxılsın, A D variantı. Üçüncü sual, 24-dən böyük olmayan iki rəqəmli ədədlər içərisində 24 ilə qarşılıqlı sadə olan neçə natural ədəd var? Qarşılıqlı sadə ədədlər odur ki, yəni heç bir ortaq böləni olmasın. Ona görə də baxaq. 24-dən böyük olmayan, yəni 24-dən kiçik 23 var. Sonra nə var? 19 var, 17 var, 13 var, 11 var. Neçə dənə? 5 dənə. 12-yə, 15-ə, 20-yə böldükdə qalıqda 3 alınan ən kiçik çox rəqəmli natural ədədin rəqəmlərin cəmini tapın. Bu hər 3 ədədə bölünürsə, deməli bu hər 3 ədədin, yəni 12, 15 və 12, 15 və 20-nin biz nəyi tapmalıyıq? Əkobunu tapmalıyıq. 12, 15 və 20-yə əkob. Əkobu belə da tapa bilərik. Əslində fikirləşə bilərik ki, bu 3 ədədə bölünən ədəd və ya biz belə bu şəkildə sadə vuruqlarını ayıra bilərik. Yəni ayıraq baxaq, bilməyənlər öyrənsin. 2-yə gedir 6 dəfə, 2-yə gedir 3 dəfə, 3-ə gedir 1 dəfə. 15 3-ə bölünür 5, 5 də 5-ə 1 dəfə. 20 2-yə bölünür 10, 2-yə bölünür 5, 5 də 5-ə 1 dəfə. İndi gəlin nə edirik? Ortaq olanları seçirik. Ortaq olanlar nə var? Bax, burada bunlar var. Bu ikisində bu var. Görürsünüz? Bu şəkildə seçilir. Və sonra onlar bir-birinə ortaq olanlar əkob tapılır. Sonra ortaq olmayanlar bir-birinə vurulur. O da nə olur? 60. Deməli, 60'dır bunların əkobu. Amma deyir, qalıqda 3 qalmalıdır. Onda nə olacaq? 63. Rəqəmlər cəmini soruşur. 6 plus 3 bərabərdir 9. 5 də eyni tipdədir. Gəlin, növbəti 6-cı suala baxaq. Deməli, burada bu tip suallarda, məsələn, əbob və əkob hər ikisi eyni olduqda, bunda Evklid alqoritmi ilə də təyin edə bilirik. Amma bu şəkildə baxa bilərik ki, bir dəqiqə. Deməli, 120 və 144. Yəni ikisini bir arada belə ayırmaqdan söhbət gedir. 120 ilə 144-ün ən böyük ortaq böləni nədir? 24-dür. Burada 5 dəfə, burada 6 dəfə düşür. Bu ən böyük böldüyümüz əbobdur. Bax, bu əbobdur. Əbob. Ortaq olmayan sadə vuruqların hasili 5 və 6, bu C. Bunları vururuq bir-birinə 30. Sonra vururuq 24-ə. Və əkobu, yəni 30 vurulsun 24-ü, bölürük 24-ə, o da eləyir 30. Qısa konkret bu cür həll olur. 8. A natural ədədinin 3 sadə vuruğu, B natural ədədinin 8 sadə vuruğu olarsa, A vur B ədədinin neçə sadə vuruğu olacaq? Yəni, müxtəlif sadə vuruqlardırsa, bunları bir-birinə vurduqda sadə vuruq deyirsə, yəni, təbii ki, müxtəlifləri götürəcək. Onda 11 dənə
Çünki müxtəlif halda 11 dənə sadə vuruluq alınacaq. Məsələn, göstərim istəyirsiniz sizə. Baxın, məsələn 2 vur, 3 vur, 4 neçə eləyəcək bu? 24 və 5 vur 6, 6 yox. 5 vur 7. 35. Bunların birinin 2 dənə, birinin 3 dənə sadə vuruğu var. 24 və 35-i bir-birinə vursam, avtomatik nə olacaq? 2 vur, 3 vur, 4, 5 vur, 7. Yəni 5 dənə olacaq. Ona görə də 11 dənə sadə vuruğu olacaq. 10-cu sual davam edək. 10-cu sual. Biri o birinin 4də 3-ünü təşkil edən 2 natural ədədin əbubu 27-dir. Bu ədədlərin cəmini tapın. Yazaraq biri, məsələn, əbub, biri digərinin 4də 3-ünü təşkil edirsə, biri 3x-dır, biri 4x-dır. Bu şəkildə yaza bilərik. Çünki birini tapdıqda digərinin 4də 3 olur. Yəni biri x, biri 4də 3x olur. 27-dirsə, bunların cəmləyək. 7x 27. Onda nə edəcək? 7 vurulsun 27. Yəni 189. 11. Deməli, bu ifadələri natural ədəd olarsa, n-in ən kiçik qiymətinin rəqəmləri cəmini tapın. Baxın, biz n-ə elə bir ədəd verməliyik ki, n həm 6-ya, həm 8-ə, həm 9-a bölünsün. Çünki n-i, yəni bu tam natural ədəd olması üçün n 6-ya da bölünənə natural olmalıdır, 8-ə də, 9-a da. 6, 8 və 9-un. Üçünə də bölünən natural ədəd hansıdır? Ən kiçik 72. 72, o da rəqəmləri cəmi 9. Deməli, 12 də eyni tutulur, yəni 13-ə baxaq. Bir məntəqədən müxtəlif marşrutlarla eyni zamanda 2 avtobus yola düşür. Birinci avtobus bu məntəqəyə hər 40 dəqiqədən bir, ikinci isə 30 dəqiqədən bir qayıdır. Hansı ən qısa müddətdə onlar hər iki çıxdıqları məntəqədə olarlar? Bu ədədlərə nə tapılır? Əkob tapılır. Niyə görə əkob tapılır? Çünki yəni, bir avtobus əgər hər 40 dəqiqədən bir qayıdırsa, ikincisi isə 30 dəqiqədən bir qayıdırsa, deməli, bunlar bir müddətdən sonra görüşürlər. Yəni ki, çıxdıqları məntəqəyə qayıdırlar. Ona görə də hər ikisi eyni vaxtda qayıtmalıdırlar ki, eyni qədər vaxt geçsinlər. Ona görə də 30 və 40-a əkob tapılacaq. O da əkob 30, 40 nə olmalıdır? 120. 14 də eyni tipdədir. 60 və 50-yə əkob tapılır. Olur nə? 300. Gəlin 15-ə baxaq. A və B natural ədədlər C onların ortaq olmayan sadə vuruqların hasilidir. Belə düsturlar var. Əkob üçün belədir. Əkob AB üçün deyək. Belədir. Kök altda ABC, əbab AB üçün isə bilməyənlər bunu qeyd atsın. AB bölünsün C. İndi bizə deyir ki, nəyi soruşur? Əbubu soruşur. Kök altında olacaq. 256, yəni 16 C variantı. Burada isə əkobu soruşur. Baxın 16-da. Ortaq olmayan sadə vuruqların hasili, yəni C 20-dir. A vur B hasili 7.000, 72.000-dir. Kök altında olacaq. Nə? 72.000 vurulsun 2. O da nə olmalıdır? 120. Daha doğrusu 1200. 18. Oğlan və qız 630 metr uzunluqda olan məsafəni addımla ölçdülər. Oğlanın addımı 45 cm, qızın addımı isə 35 cm olarsa, hərəkətə başladıqdan sonra onların ayaq izləri neçə dəfə üst-üstə düşər? Neçə dəfə üst-üstə düşər? Üst-üstə düşürsə, yəni bir məsafədən sonra, bir məsafə getdikdən sonra bu 35 santimetr addım atır. Digər 45 santimetr addım atır. Bir nə qədərsə addım atdıqdan sonra onların addımları bərabərləşəcək.
Yəni onların addımları üst-üstə düşəcək. Onu nə tapırıq? Baxın, əgər getdikcə böyüyürsə ədəd, biz böyük ədəd axtarırıqsa, o əkobdur. Kiçik ədəd axtarırıqsa, o əbobdur. Onda nə tapırıq? Əkob 35 və 45. Nədir 35 ilə 45-in deməli əkobu? Bunu bu şəkildə tapa bilərsiniz. Ayırmadan da yeni yaza bilərsiniz ki, 35-i 5 vurulsun 7 kimi yazırsınız. 45-i isə 5 vurulsun 3-ün kvadratı kimi yazırsınız. Ortaq olanları bir dəfə götürürsünüz. 5 yazırsınız 7 vurulsun 9. Yəni 35 vurulsun 9. 35-də 9-a vuranda nə əldə edirik? Deməli 9 5'im 45, 4, 18, 10, 225. Deməli bunların əbobu nəymiş? 225. İndi bir şey var burada. Əgər bu 225 santimetrdə düzdür, 630 metr uzunluğunda olan məsafədə bunların addımı neçə dəfə üst-üstə düşər? İndi onu təyin etmək lazımdır. Əslində belə də yaza bilərik. 630'u 30 metrdir. Yəni vurarıq nəyə? 100-ə. Bölərik. Nəyi təyin etdik? 5 vur, 7 vur, 9 kimi yazaq elə burada. 7 9'um 63 eləyir. Bununla gedir. Qalır burada 1000. 1000 bölünsün 5, o da eləyir 200. E variantı. Mən deyirəm ki, başa düşdünüz. Nəyə başa düşməsəz də yenidən rəy bölməsində qeyd edərsiniz. Tamam eləyək. 20-ci sualla. Deməli, burada tənliklər sistemi ilə həll etmək olar. Yəni, əkob AB-yə bir dənə x deyək. Əbob AB-yə bir y deyək. Yazaq ki, x çıx y bərabərdir 45-dir. X topla y də bərabərdir 55-dir. Tənliklər sistemi olacaq nə? 2x bərabərdir 100. X də bərabərdir 50. Bizdən nə soruşur? AB hasilini. Biz x gəlin y də tapaq. Y də neçə olacaq? 5. İndi baxaq. Əkob AB əgər AB 50-dirsə, əbob AB 5-dirsə, elə A ilə B 50 ilə 5 imiş. Ki bunlar biri digərinin bölənidirsə, necə ki dedik ki 50 ilə 5 olarsa əkobu 50, əbobu 5 olacaq. Bu ədədlərin hasildə nə olmalıdır? 250. 21 ilə davam edək. 21-ci suala davam edəcək. Cəmi 63 olan və ən böyük ortaq böləni, yəni nəyi? Əbobu. Buna deyək ki 9 olan. Əbob 9 olan o deməkdir ki, bu ədədlər hər biri 9-a bölünür. Yəni 9x və 9y deyək. Yəni daha böyük ədəd ola bilər də təbii ki. Əbob 9-dur. Və cəmi də bu ədədlərin 63-dür. Onda x plus y nə olacaq? 7. Cəmi 7 olan natural ədədlərin məsələn baxsaq, 6 və 1 ola bilər, 5 və 2 ola bilər, 4 və 3 ola bilər. Və deyir ki, hasilin ən böyük qiyməti. Hasil harda ən böyük alır? Burada 12 alır. O da A variantı. Davam edək 22-ci sualla. Deməli, verib ki, bizə əbob. Gəlin hesablayaq. Əvvəlcə birinci yazılandan, yəni biz 2n-i çıxaraq mötərizənin xaricinə. 2n-i çıxarsaq nə qalır oradan? Birincidə qalır 4n plus 3. Bir də qalır 4n plus 5. Bərabərdir 20. Bir şey bilirik ki, biz qarşılıqlı sadə ədədlərin əbobu 1-dir. 4n plus 3 ilə 4n plus 5 də qarşılıqlı sadə deyə, bura avtomatik 1 olacaq. 2n də 1-ə vursaq, 2n bərabərdir 20, n də bərabərdir 10. Bu qədər sadə. Çətin görünən, amma sadə olan bir misal. Əkob n kvadrat plus n-i gətirib birbaşa yerində qoya bilərik. N-i mötərizədən xaricinə çıxara bilərik. Yəni birbaşa yerində qoya bilərik. Burada gəlib birbaşa yerinə qoyaq. N kvadrat plus 10 nə olacaq? 110. Bir də n kvadrat plus 3n.
Nə olacaq? Deməli 130. 110-un da 130-a deməli əkob tapılır. Bu neçə edirsə onu yazırıq. Cavab. O da deməli 1430 etməlidir, səhv eləmirəmsə. 23 də eyni tipdədir, hətta 24 də birazca fərqlidir. Gəlin həll edək 23-ü. Çox fərqli deyil əslində. Kvadrat tənliyi belə deyim. Əbob burada n-i çıxarırıq. Mötərizənin xaricinə qalır. 2n plus 1, bir də 2n plus 3. 2n plus 1 ilə 2n plus 3 nəyə bərabərdir deyir? N kvadrat minus 5n plus 9-a. Bura 1'dir. Çünki qarşılıqlı sadə ədədlərdə olan əbob 1'ə bərabərdir. Vururuq n-ə, bərabərdir n kvadrat minus 5n plus 9-a. Sonra nə baş verir? N kvadrat, n-i keçirik digər tərəfə. Minus 6n plus 9 bərabərdir 0. N minus 3'ün xaricdən kvadrat əmələ gəlir, bərabərdir 0, n bərabərdir 3. N bərabərdir 3-dürsə, onu da gətirib qoyuruq yerinə. Əkob 3n plus 1 də qoysaq 10, bir də nə eləyəcək? 4. 4 və 10'un, yox, həm səhv baxdım deyəsən. Neçəyə baxırdım? 23'ə. N plus 2, deməli 5 və 8'ə. Əkob da nədir? 5 və 8'in əkobu 40. Cavab da olacaq 40. Davam edək. 24 də eyni tipdədir. Gəlin 25-ci suala davam edək. N plus n bərabərdir 49'dur və ədədlərin əkobu 70'dir. Əkobu 70 olan ədədlər, deməli yazaq əkob m-in 70'dirsə, ədədlərə, məsələn, m-ə və n-ə ədədlər versək, düşünsək nə ola bilər? Məsələn, 5 və 7, 2 ilə 7. Amma nəzərə alaq ki, bu ədədlərin cəmi 49 olması üçün elə bunları verə bilərik. Yəni 7 vur 5, 35, üzərinə 14, 49'u verəcək. Və m və n natural ədədlərinin ən böyüyünü deyir, tapın, o da olacaq 35. 26 da eyni bu tipdədir. 27 ilə davam edək. 2 ardıcıl cüt natural ədədin əkob və əbobunun cəmi 222 olarsa, ardıcıl cüt natural ədədlər necə yazılır? 2n və 2n plus 2 kimi yazıla bilir. Əkobu və əbobunun cəmi. Yaxşı, yazaq. Əkob 2n və 2n plus 2 üzərinə gəlsin əbob. 2n plus 2. Bunların cəmi 222'dir. Gəlin hər birindən 2'ni çıxartsaq mötərizə xaricinə. Nə əmələ gələcək? N və n plus 1. Burada da eynən n plus 1. N və n plus 1 ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin əbobu 1'dir. Qarşıda bir dənə 2 var. Əkobu isə hasilidir. Yəni nə olacaq? Burada olacaq 2 vurulsun, n vurulsun, n topla 1. Üzərinə 2 bərabərdir 222'yə. 2 vurulsun, n vur n plus 1 bərabərdir 220'yə. 2'yə bölək, n vurulsun, n plus 1 bərabərdir 110'a. İndi elə də ardıcıl ədədlər fikirləşməliyik ki, onların hasili 110 eləsin. O da 10 və 11 olacaq. Və bizdən nə deyir? Bu ədədlərin kiçiyini tapın. N tapdıq 10'dur. N 10'dursa gətirib burada yerinə yazsaq 20 və 22 olacaq. Kiçiyini də soruşursa 20 olacaq ədədimiz. 28 də eynidir. Gəlin 29 ilə davam edək. Deməli, A və B natural ədədləri üçün A böl B bərabərdir 3 bölünsün 4'dür. Və əkob AB plus əbob AB 104'dür. Yəni ki, A 3K'dır, B 4K'dır. Gətirək qoyaq yerinə. Əkob 3K, 4K. 3 və 4 də deyə bilərik, fərqi yoxdur. Əbob 3K,
4K. Çünki K-nı çıxarırıq mötərizənin xaricini, elə hesablayırıq. 104. Yenə baxsaq ki, baxın. 3 və 4-ü neçəyə vursaq, o K-nın yerində neçə olsa, yəni 3 və 4-ün yenə də bir-birinə 3 və 4 qarşılıqlı sadə ədədlər olacaq. Yəni K-nı çıxarsam hər ikisində mötərizənin xaricinə 3 və 4 qalacaq. Ona görə də bura olacaq 1. Yəni bir dənə K. Burada isə hasili olacaq. Yəni 12K. Üzərinə bir dənə K bərabərdir 104. 13K bərabərdir 104-ə. K nəyə bərabər olacaq? 13-ü deməli neçəyə vursaq 104 eləyər? 8-ə vursaq K oldu 8. Və bizdən B çıxanı soruşur. Yenə gətirək qoyaq yerinə. Deməli A demişdik 3K, B-yə 4K. Onda olacaq 32 və 24. O da olacaq fərqi 8. 30 da eyni tipdədir. 31 də demək olar ki, eynidir. Yenə də baxaq. Natural A və B ədədləri üçün A bölünsün B, yəni bu şəkildə yaza bilərəm. A bölünsün B 3/1-dir. Və əkob AB 75-dir. Əgər ədədlərin əkobu 3K və K 75 olarsa, K-nı çıxarsam, nə qalır? 3 və 1. Belə bir şey var ki, burada baxın, bir digərinin bölənidir. Onda burada əkob ya da qarşılığı sadə də deyirlər bunlar. Çünki bir nə sadə deyil, nə mürəkkəb deyil. Bunlar əslində dediyim kimi biri digərinin böləni olarsa elə yuxarıdan 3K-nı da yuxarıdakini də saxlasaq tapa bilərik. Çünki biri digərinin bölənidir. Görürsünüz, biri 3-dür, digəri 1. Onda elə bəri başdan K 25-dir. Yəni 25 və 75-dir ki, ədədlər. Əkob deməli 75 almıyor. Çünki ədədlərdən biri digərinin böləni olduqda böyük əkob, kiçik əbob götürürük və onda avtomatik əbob 25 olacaq. Deməli 32 də eynidir. Gəlin 33-ə baxaq. 57-nin kvadratı n bərabərdir 57-nin kvadratı plus 38-in kvadratı. Ədədinin sadə vurğularının sayını tapın. Deməli, gəlin yazaq. 57-ni əvvəlcə bir dənə aşağıda yazaq. 57 nədir aşağılar? 19 vurulsun 3-dür. 38 nədir? 19 vurulsun 2-dir. Bunların 57-nin kvadratı nədir? Bəs 19-un kvadratı vurulsun. Belə də yaza bilərik. Yəni 3-ün kvadratı eyni şey gəlib çıxır. 3-ün kvadratı üzərinə gəlsin 19-un kvadratı üzərinə 2-nin kvadratı. Bunun sadə vurğularının sayını soruşursa əgər, buradan məlum məsələdir ki, bunların sadə vurğuları 19-un kvadratını çıxarsam ötərizənin xaricinə. 3-ün kvadratı 4-ün kvadratını da 2-nin kvadratını toplasaq nə əmələ gəlir? 19-un kvadratı vurulsun. Nə eləyir burada? 4 üzərinə 9, 13. Üstünə sadə vurğu oldu. 2 dənə. Davam edirik. 37 ilə davam edirik. A və B ədədlərinin ortaq olmayan sadə vurğuların hasili 15-dir. Əbob AB 30-dursa, yəni A və B ikisi də 30-a bölünən ədədlərdir. Yəni biri 30K-dır. Və 30A 30B-dir deyə bilərik. Yəni hər ikisində 30A 30B, yəni bu şəkildə qeyd edə bilərik. Bu ədədlər bir-birinə bərabər deyil əslində. K-lar belə qeyd etməyək, gəlin. 30A və 30B kimi qeyd edək. 30A 30B. İndi belə bir şey var ki, ədədlər əgər 15-ə bölünür, daha doğrusu ortaq olmayan sadə olan hasili 15-dirsə, hasil 15 olan 3 və 5 ola bilər və ya 1 və 15 ola bilər. Gətirib bu 30K-da məsələn yerinə qoysaq, onu nə alarıq? Məsələn 3-ü qoysaq 90 və ya alarıq 5 üçün 150, 15 qoysaq 450 və ya 75.
Və bizdən ən böyük qiymət dediyinə görə bizə götürürük 450. 38-i həll edək. 38-ci sualda deyir ki, əbob n kvadrat plus 5n plus 6 bir də n kvadrat plus 6n plus 8 nəyə bərabərdir? 5-ə bərabərdir. Gəlin belə edək. Yazaq. Çox hədlilərdir. Vuruqları ayırsaq bu çox hədliləri nə alarıq? N plus deməli alarıq. N plus 5 ya da ki n plus 3 n 3 ilə alaq. N plus 2 n plus 3 bir bu. N kvadrat plus 6 n plus 8-i də necə ayırarıq? N plus 4 n plus 2 bərabərdir 5. Ortaq görürük burada. N plus 2-ni çıxardıq. Nə qaldı? N plus 3 ilə N plus 4. N plus 3 ilə N plus 4 necə ədədlərdir? Qarşılıqlı sadə. Çünki ardıcıl ədədlərdir. Yəni 1-dir. Əbob. Əbob 1-dirsə, N plus 2-yə vursaq, elə N plus 2 bərabərdir 5, N də bərabərdir 3-ə. Elə N soruşur 3. Bunu silirəm. Davam edirik 39-da. 39-cu sual davam edirik. 120 və 180 ədədlərinin ortaq natural bölənlərinin sayını tapın. Əvvəlcə bunu qeyd edək ki, əbob 120 və 180 tapaq. Ki, ortaq natural bölənlərini tapmaq üçün ortaq bölənini tapmaq lazımdır. Dedir 60. İndi 60 nədir? 2 vurulsun ya da ki 2-nin kvadratı vur 3 vur 5'dir. Düzdür. Natural bölənləri necə tapırdıq? Üstü bir vahid artırıb vururduq. 1 plus 1 və 1 plus 1. 3 vur 2 vur 2. Yəni 12. Davam edək 40-cı sualla. 2 üstü n vurulsun 3 üstü m. Ədədinin sadə vuruqlarının sayı 8. Natural bölənlərinin sayı 24 olarsa. Sadə vuruqlarının sayı bu üstlərinin cəmidir. Yəni n plus m deməkdir. Sadə vuruq natural bölənlərinin sayı isə üstlərin üzərinə 1 əlavə edib bir-birinə vurmaq. Yəni n plus 1 vurulsun n plus 1 bərabərdir 24. Bizdən modul m-n soruşursa, vuraq açaq mn üzərinə m üzərinə n üzərinə 1 bərabərdir 24 olarsa, bura 8 qoysaq mn bərabərdir 15 olacaq. Onda 3 və 5 qoyaram yerinə ki 3 5 şimdi 15 3 üzərinə 5 8. Onda bizə veriləni soruşursa, deməli 5 çıxılsın 3 də olacaq 2. Cevap 2. 41. Deməli, əbob n kvadrat əbob n kvadrat çıxılsın 9-un yerinə n çıx 3 n plus 3 yazıram. N kvadrat bu da nədir? Yazıldı üstü. Hə. Bunun da yerinə yazaram. N plus 4 n minus 3 vuruqlarını ayırıram. Bərabərdir 15 olarsa. Və əbobdur. Gəlin n minus 3'ü çıxaraq mötərizənin xaricinə. N minus 3'ü çıxarsam mötərizənin xaricinə qalır n plus 3 n plus 4. Və n plus 3 ilə n plus 4 də qarşılıqlı sadə ədədlərdir. Çünki ardıcıl ədədlərdir. Onda bu nə olacaq əbobu? 1. 1 vururam n minus 3'ə bərabər edirəm 15'ə. N də bərabər olacaq 18'ə. Gətirib bizdən istənilən ifadədə yerinə yazıram. Əkob n çıx 7 faktorial. Əkob n 18. 18'den 7 çıxsam 11 faktorial. Və 2n topla 1 faktorial.
Deməli 37 faktorial yəni. Bu ədədin son rəqəm, bu əkobun son rəqəmini istəyir. İndi belə bir şey var ki burada 11 faktorial 1-dən 11-ə qədər olan ədədlərin hasilidir. 37 faktorial isə 1-dən 37-yə qədər olan ədədlərin hasilidir. Yəni burada ortaqlı olaraq ədədlər var ki, hansı ki bir-birinə bölünür. Ona görə də bunların son rəqəmi elə 1 və 37-nin hasili olacaq. Çünki qarşılıqlı sadə ədədlərin axı əkobu hasilidir. 1-dən deməli daha doğrusu 1-dən 11-ə qədər, biri digərinin bölənidir. Daha doğrusu belə deyək. Biri digərinin bölənidir və biri digərinin böləni olduqda böyük ədəd əkob olurdu. Yəni bunu belə izah edeyim ki, 1-dən hasil 37-yə qədər bunun içərisində 1-dən 11-ə qədər olan ədədlərin hasili də var. Bunu çıxarsaq sadəcə 12-dən 37-yə qədər olan ədədlərin hasili qalır yerdə. Və biz də bu əkob soruşduğuna görə biri artıq digərinin böləni 0 olacaq. 42-ci suala baxaq. İkinci sualda deməli daha rahat sualdır. Gəlin əkob 3K və 4K çıxılsın əbob nisbətidir K-na yazıram. 3K və 4K bərabərdir 88-ə. Hər ikisindən K-lar çıxarsam 3 və 4 qalacaq mötərizənin içərisində. 3 və 4 qarşılıqlı sadə ədədlər deyə əbobu 1 olacaq, sadəcə K qalacaq. Burada hasil, yəni 12K çıxılsın K bərabərdir 88. K da bərabərdir 8 olacaq. Və bizdən nəyi soruşurdu? A plus B-ni, yəni A 3K-dır, 3, 8-im 24. Üzərinə gəlinsin 32. Bu da olacaq nə? 56. 43 ilə davam edək. Deməli, n bərabərdir 2n-dir. Yazaq, n bərabərdir 2n. Və 2 vurulsun, əkob 2 üstü 2n. İndi belə bir şey var ki, baxın, 2 üstü 2n yazıb, 3 üstü m yazıb. 2 və 3 qarşılıqlı sadə ədədlər olduğu üçün onların qüvvətləri də qarşılıqlı sadədir. Yəni, onların üstünə nə atsan, yenə qarşılıqlı sadə olacaq. Məsələn, baxaq. 1 qoysaq 2, 3, 2 qoysaq 4 və 9, 3 qoysaq 8 və 27. Yəni, üstün neçə olur olsun, bunlar qarşılıqlı sadə olacaq. Ona görə də qarşılıqlı sadə ədədlər kimi baxsaq, əkobu bunların hansı olacaq? Yəni, 2 vurulsun 2 üstü n vurulsun 3 üstü m. Çıxılsın 3, zaten bu 1-dir, bərabərdir 33. 2 üstü m plus 1 olacaq, çünki bunun üstü 1-dir. Vurulsun 3 üstü m, bərabərdir 36-ya. Əslində ədəd rəqəm qoyaq. M də bərabərdir 2-nə. Elə orada verib ki, m bərabərdir 2-nə. Bu 3 üstü m idi bu arada. M də 2-nə bərabərdirsə, yəni m-in gətirib yerinə də belə də qoya bilərik. Məsələn, 3-ün kvadratı, bir də n-in də yerinə 1 qoyaq. Həm 2-nin kvadratı, həm 3-ün kvadratı. Aha, bəli, düz o dədir. Çünki m 2-nə bərabər oldu. Və bizdən nəyi soruşurdu? M plus n-in cəmini. M 2-dir, n də 1-dir. Yəni 3. Sonra 44 də eyni belədir. 45 ilə davam edək. Əbob m-in 108-dir. M 4 vurulsun 3k plus 2-dir. N də 12k-nı 3 üstü k, 4 üstü k kimi yaza bilərik. Bunu belə yazaq. Və gətirib m-nin yerinə qoysaq, yəni əbob 4 vurulsun 3 üstü k plus 2, bir də 3 üstü k, 4 üstü k kimi yazıb 108-ə bərabər etsək. Buradan ortaq vuruq kimi çıxarsaq, 4-ü çıxarsaq, 4 üstü 1-dir də bu düzdür.
4'ü çıxarsaq, K'nın nə olduğunu verib bizə natural və ya tam. Gəlin 4'ü çıxardaq, bir də 3 üstü K'nı çıxaraq. 4'ü çıxarsaq qalır. Deməli 3'ü çıxardıq, qaldı nə? 3 üstü K'nı çıxarsaq qaldı 3'ün kvadratı ilə 4 üstü K çıx 1. Bu hissənin bizə önəmi yoxdur. Çünki qarşılığı sadədir. Demişdik ki, qarşılığı sadədlərin qüvvətləri də qarşılığı sadədir. Onsuz da 1'dir. Öndə qaldı 4 vurulsun 3 üstü K bərabərdir 108. Bunu da bilirik ki, K 3 olacaq. Çünki 3'ün kubu 27, 27'ni 4'ə vuranda 108. Yəni K 3'dür. Bizdən M-i soruşur. Gətirək qoyaq yerinə. 4 vurulsun 3'ün üstü 5. O da neçədir? Artıq hesablayarsınız. 3 üstü 5. %46 da eyni belədir. Davam edirik 47-ci suala. Baxın, 47-ci sual əslində belədir ki, baxın, 3n minus 5, bir də 4n minus 1, bir də 2n plus 6 ədədləri var. Bu ədədlər artan, məsələn, ardıcıl natural ədədlərsə biri K'dır, biri K plus 1'dir, biri K plus 2'dir. Yəni mən birinci ədəd 2n minus 5'in üzərinə 2 gəlsəm, 2n plus 6'nı alaram. N də bərabərdir nəyə? Deməli, burada qalır -3, 9'a. N tapdım 9. Gətirim dəqiq qoyum yerinə. 9 üçün 27, 27'dən 5 çıxsam 22, 4m çıx 1, bir də burada da alıram 18'in üzərinə 6, 24. Onda burada nə qalır? Bu 23'dür deməli. Yəni 4m çıx 1 bərabərdir 23'dürsə, 4m bərabərdir 24'ə, m də bərabərdir 6'ya. Və bizdən əkob M-ni istəyir. 9 və 6'nın əkobu neçədir? 36'dır. 48 də eynidir. Burada sadəcə deyir ki, cüt ədədlərdir. Yəni 2 artacaq. Baxaq istəyirsiniz. A bərabərdir 5n'dir. B bərabərdir 3m plus 6'dır. C bərabərdir 6n çıx 4'dür. Ardıcıl cüt natural ədədlərdir. Məsələn, biri 2n'dir, biri 2n plus 2'dir, biri 2n plus 4'dür. Bax, bu şəkildə. Onda 5n'in üzərinə 4 gəlim ki, 6n çıx 4'ü versin. Onda n bərabərdir 8 olacaq. N 8'dirsə, A olacaq nə? 40. C nə olacaq? Deməli, 48'dən 4 çıxdıq 44, bu da olacaq 42. Yəni 3n plus 6 bərabərdir 42'yə, 3n bərabərdir 34'ə, 36'ya, m də bərabərdir 12'yə. 12 və 8'in əkobunu soruşur. 12 və 8'in əkob nədir? 24. 49'a baxaq. Deməli, belə bir cəm ilə natural ədədin ortaq sadə vurğu yoxdur. Bu cəm ilə ortaq sadə vurğu yoxdursa, nə deməkdir bu ortaq sadə vurğu olmaması? Qarşılığı sadə ədədlər demək istəyir. Qarşılığı sadə ədədlərin əkobudur, onların hasilidir. Yəni AB, bu AB üstü xət, üzərinə BA üstü xət vurulsun M-ə bərabərdir 154 M-ə. Onu bunu bir dənə açım. 10A topla B üzərinə 10B topla A. Bunu ümumi bir ifadə kimi alıram. Vururam M-ə, bərabər edirəm 154 M-ə. M-ləri ixtisar edirəm. Qalır 11A topla 11B bərabərdir 154-ə. Deməli, bunu da 11'ə ixtisar eləsəm A plus B nə eləyir? 14. A plus B 14'dür. Və bizdən AB-nin ən kiçik qiymətini soruşur. AB-nin ən kiçik qiyməti belə ola bilər. 9 və 5 ola bilər. 8 və 6 verə bilərəm. 7 ilə 7 verə bilirəm. Və bizə AB-nin A və B-nin bu olmaz, ödəməz. Belə olacaq. 59. 50 də eyni bu tipdədir. Devam edək.